Bakıxanovdan mərkəzi ərazidən, Aşıqbər küçəsindən 6 sotda 2 mərtəbəli evimiz satışa çıxıb. Bağlı bağçalı, qəşəng bağ evidir. Hər cürə meyvəsi var. Karalyokdur, xurmadır, nardır. Nə desən də həyətində bütün növ ağaçlardan əkib maşallah. 6 sotdadır, Kupçalıdır ümumi. Həyətində belə bir letni kuxnası kimi belə bir şey var. Biraz əl gəzdirmək lazımdır. Evin içi səlqəlidir. Yəni evdə yaşayış yoxdur deyə uzun müddətdir. Bax, evin qabaq tərəfidir. Darvaza qapısıdır. Gəldim, girişidir. Ya Allah. Belə bir balaca girişdə sanuzel var. Ayaqqabı çıxartmaq yeridir, qardirob. Girirsən, hol hissəsidir. Qəşəng geniş hol olur. Öz bağına baxır. Qabağında bağıdır. Aşağıda holdur, yataq otağıdır, belə. Təmir qaydasındadır, qiymət də çox münasibdir, deyim biləsiniz. Qiymət 6 sotda, Bakıxanovda 310 min manata deyil. Təmiri də yəni əli heç nəyə vurma, yüngül kosmetik nəsə dəyişdirilmək istəyirsə. Belə bir koxlama verildi hazırda, bax. Qaz aspirator. Əvvəl yaşayıblar, yaşayışlı olur. Burada məsəl üçün belə bir lazım olmayan paltarı yığmağa qardirob otağı var. Koxnadan keçirsin. Qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbədə hol hissəsidir. Deməli, ikinci mərtəbədə bir dənə yataq otağı. İkinci yataq otağı. Üçüncü yataq otağı. Sanuzel. Qiymət 310 minə. Oradan da balkona çıxışı var. Qucağım açıq olsa onu da göstərirəm, baxarsın. Buradan açıqdır. Balkon bağlı olduğunu göstərə bilmədik. Qiymət münasibdir. Belə 6 sotda bağlı bağçalı həyət evi 310 minə. Cəmi 310 min manata. Otaq da gördünüz, yuxarıda 4 dənə otaqdır. Aşağıda zaldır, belə. Yataq otağı da kuxnasıdır. 310 min manat. Allah xeyir versin. Əybə sağlam.